Akord Sənaye Tikinti İnvestisiya Korporasiyası Açıq Səhmdar Cəmiyyəti Bakıda sərgilənən və dünyanın bir çox xarici şirkətlərin qatıldığı Xəzər Beynəlxalq Su Texnologiyaları sərgisində öz yeni texnologiya və avadanlıqlarını sərgiləyib. Tikinti sahəsində öz yenilikləri və nüfuzu ilə fərqlənən Akord Korporasiyası Xəzər Beynəlxalq Su Texnologiyaları sərgisində də öz fərqliliyi ilə seçilib. Sərgidə Akord Korporasiyasına aid olan ən yeni avadanlıq və texnologiyalar nümayiş etdirilib. Akord Korporasiyasının sərgilədiyi mikrotunel avadanlıqları ilə infrastrukturu zədələmədən su və kanalizasiya sistemlərinin çəkilməsi mümkündür. Bu mikrotunel avadanlığıdır. Biz bu sərgidə xüsusilə şaxta formasında burada göstərdik. Bununla əsas vermək istədiyimiz mesaj bundan ibarətdir ki, şəhərdə, deyək ki, təsəvvür eləyək, mərkəzi küçələrdən birində 5-6 metr dərinlikdə bir kanalizasiya xətti çəkilməlidir. 300 və ya 400 mm fərqi yoxdur. Bu qurğunun köməkliyi ilə çox kiçik bir sahəni təxrib etmək şərti ilə, yəni şəhərin bütün hər tərəfini qazmağa ehtiyac olmadan, cəmi 3-4 metr diametrli şaxtalar qazmaqla biz bütün bu kanalizasiya xətlərini və digər kommunikasiya xətlərini çəkmə imkanına malikik. Korporasiya bununla yanaşı, Azərbaycanın 5 regionunda su və kanalizasiya sisteminin yenidən qurulması layihəsini də həyata keçirməkdədir. Sərgidə nümayiş etdirilən və Şəmkir rayonunda tikiləcək su təmizləyici qurğu da müasir texnologiyanın ən bariz nümunəsidir. Müasir texnologiya və avadanlıqları ilə seçilən korporasiya sərgidə bir çox xarici şirkətlərin nümayiş etdirdiyi yeni avadanlıqlarla da tanış olaraq, həmin şirkətlərlə gələcək əməkdaşlıq imkanlarını müəyyənləşdirib. Biz bu sərgidə Almaniyanın Hereknet şirkəti ilə daha əvvəldən də tanış olmamıza baxmayaraq, bu sərgidə də yeni bir protokol imzaladıq, yeni bir əməkdaşlıq protokolu imzaladıq. Onlardan yeni mikrotunel avadanlıqları satın alırıq. Bundan sonra yenə Almaniyanın Beton & Rohrbau şirkəti ilə gələcək layihələrdə əməkdaşlıq haqqında razılığa gəldik. Türkiyənin şirkətləri ilə müəyyən danışıqlarımız oldu, həm təchizatçı şirkətlərlə, həm tikinti təşkilatları ilə. İnanıram ki, digər sərgi iştirakçılar üçün də eyni dərəcədə faydalı olmuşdur.